ayna Bakını cərimələr meydançasına çevirib. Hər gün minlərlə sürücülərimiz cərimələnir. Yol hərəkət qaydaları pozulduqda isə cərimə ilə yanaşı bal da tətbiq olunur. 5 santim xətti keçdin, cərimə. Avtomobil dayandı, cərimə və yaxud da ki çəkilir. Axı nəyə görə? Bu insan dayanmasın mı, durmasın mı? Avtomobilinin harada saxlasın, cibində mi gəzdirsin? Çox maraqlıdır. Nəyə görə ayna bir yerdə 2 xətt çəkir və burada dayanmaq üçün bildirir ki, qeydiyyatdan keçməlisən və saatına 70 qəpik ödəməlisən. Əgər ki, parklanma qaydalarına düzgün əməl etmədikdə 20 manat cərimə olunur. Axı bu cərimənin də bir miqdarı var. Nəyə görə bu cərimələr bu qədər yüksəkdir? Çox maraqlıdır. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin sədri Anar Rızayev bu cərimələrə siz də riayət edirsinizmi? Bu sizə də aiddirmi? Yoxsa yalnız sadə vətəndaşlara aiddir?